Vitamin. Yesem. Vitamin. İğnedir. Ferzan bu defter iğnedir baba. Ay emin. Allah bir tane çantadan çıkarttım. Bir tane yakaması gördüm kadın. Ferzan bu. Bunlar tasıldadı. Tutar doğru yatırır. Bu Apar bunu şey koy. ağırlığımız tapdı. Apar kim çıkarttı bunu ne bakın. Ad vermirəm. O bir sidik o qədər xoşdur ki imparatoru. 2 nəfər də özdə. 2 nəfər imparatoru severim. Birinin adı başlayır, birinin adı Görək başımıza nə gəlir. Bilim ərçit verəcək deyəcəyəndə sayıqalıyıq. Ay qatil yazdım. Ahara tutardı ver görüm niyə baxırdım mən. Ay qatil yazdım. Bizimlə sən bir saat yarım tutardı. Ama Allah hamısını qabağa leyləyə baxdı, çox qəşəng. O da Zarina gəldi, özünü avladı. Sen başı xarab deyilsən o. Sonra Əkbər gəldi Efrə. Əkbər gəldi. Bir saat. Bir anda Seymur. Qabağa leyləyə baxmışdım. Yani
Allah onlardan uzaq eləsin. Amma o insanlar həyatda çox deyil. Bunu hatırlamışsınız. Mənə qışqırtdırmayın da, gözüm O sağalsın. yoldan. Yanlış addım atmasında. Gözüm Aman sağalsa, hər şey yaxşı olur. Gözüm sağalmasa heç. Heç nə yaxşı olmayacaq. Yanlarında olan kişilər səbəbkar olurlar. Çox hallarda. Bəli, qadının da öz qüruru var. Qadın hər hansı bir kişiyə... Tutar mı? Yatar. Mən yatmış səhər gözüm. Ay, yaxşı. Qadın özünə görə. Bəzən qadınlar bəzənirlər, hə? Məsələn, bəzən qadınlar var ki, bəzənir və deyir ki, özümə görə bəzənirəm. Mən bu sözə o qədər içdən inanıram. Bilirsiniz niyə? Çünki birinci özünə hörmət qoymalısan. Birinci özün üçün gözəl görsənməlisən. Birinci sən güzgüyə baxanda, aynaya baxanda bir gözəllik görməkdən ötürü çaba edirsən. Heç bir qadın kefindən kimdəsə yaxşı göstərsin deyə çox qadınlar bunu etmir. Bunu özlərini edir. Gözü yatır günü. Ona görə də Apar acı kago çaya. yemək gələndə də birinci özünüzə Hala necə? heç bir qadın hansısa bir kişiyə görə namusunu qorumur. Birinci özünə görə qorur. Nə qardaşa, nə ataya, nə ərə, nə oğula görə qorumaz. Qadın birinci özünə görə. Sən nə etsətdin Semu burada? Buyurun ki, bırak. Ben Zarina'nı ayakları biraz damladım. Dedim ki bak ananla çıkmıştın sen bir kadınla da kömək isteyebilirdin. Bak bugün bu adı sana böyle yapıştırdılar, yaraştırdılar. Ya o sahibi bir tane kadına yakınlaşardın. Ben burada müracaat edirəm. Eğer orada temiz bir kömək olubsa o oğlum zəng eləsin, sənlə danışsın. Sən də qaçıb gizlənirsən, adın nədir bilmirəm oğlum. Təbriz. Ha, ayıbdır. Bir insana yardım eləmişsən nəyə görə? Əgər insanlıq halına yardım eləmişsənsə, mənə elə gəlir ki, sən ailədən afərin qazanarsan. Əgər bura zəng eləsən, desən ki, mən onları küçədə gördüm. Çünki o qadın buna dedi ki, mən balıq satanın stolun altına girdim. Fərəci görədən. Bunlar o qədər qorxmuşdular ki, deməli kimdənsə yapışıb kömək istəyiblər. Mən Fərəci də qınamıram. Bax, mən deyirəm, yazırlar, hər şey yazırlar, deyirlər, Zarina bu qədər uşağı qoydu, getdi. Əziz xalqım, Fərəc pis insan deyil. Fərəc də ailəsindən onu görür. O tərbiyədə böyüyür. Bilirsiniz, mən bir şey deyirəm, sağ olun. Çok az müddət geçecek, Allah onun yolunu açsın, geçsin. Bu elə bilirsiniz, gedib Qırğızistanda ağ günə çıxacaq. Onun o kadar zulümü var. Bu yaştan sonra özünə həyat qurmalıdır, iş qurmalıdır. Ya hansısa bir sənədin yiyəsi olmalıdır. Çox çətinlik gözləyir ona. Fərəci ondan betər çətinlik gözləyir. O evlatlar ki büyür, Zarina dediler ha. Hiç uzun çekmeyecek, hiç yarım hiç geçmeyecek. O evlatlar hamısı hemen o Fərəcə diyecek ki, indi Fərəc, anamızı sen itirdin burada. Bu sözü o evlatlar, o ataya diyecek. Tutarım da, çok kalmışsınız. Tutarım mı? Bir tane bir soğuk kap bitti.